Bu ərazidə burada insan yaşayar. Bilmirik kimə şikayət, kimə deyək dərdimizi. Bax, yol yoxdur keçib gedib gəlməyə, badvalımız bütöv sudur. Bizim evimizin zirzəmisidir. İllər boyu buranı işlətmirik. Su ilə doludur, içində balıqlar zıddan üzür. Heç cür imkan yoxdur ki, bax buranı belə. Ellə daşıyırıq, turluyuruq o yana. Sakinlər yaşadıkları evin zirzəmisindən əlləri ilə su çəkir. Ətraf ərazi çirkəf və kanalizasiya sularına qərq olub. Sumqayıt şəhərində bir qrup sakin yaşadığı ərazidə kanalizasiya probleminin olmasından şikayət edirlər. Qeyd edim ki, bu dayandığım ərazi Yeni Sumqayıt yaşayış masivi, yəni el arasında Meronun arxası kimi tanınan bir ərazidir. Qeyd edim ki, bu ərazidə təqribən 2000-dən çox əhali yaşayır. Sakinlər bildirirlər ki, bu ərazidə yay, qış, yaz, payız fərq eləmir. İstənilən halda bax gördüyünüz ərazi bax bu cür vəziyyətdə olur. Bu da sakinlər üçün ciddi problemə çevrilib. Sakinlərin sözlərinə görə 2000-dən çox insanın yaşadığı bu məhəllədə ən vacib kommunal infrastruktur, kanalizasiya şəbəkəsi ümumiyyətlə mövcud deyil. İllərdir aidiyyəti qurumlara müraciət etsələr də nəticə yoxdur. Yağış yağan kimi küçələr gölə çevrilir. Zirzəmilər çirkəf su ilə dolur. Yayda isə bu sular üfunətli qoxu yayaraq həm sanitar, həm də ekoloji təhlükə yaradır. Biz başda 10 ildən çoxdur ki buradayıq, amma burada kanalizasiya deyən şey yoxdur. Yəni yaşamaq mümkündür. Hər tərəf gördüyünüz kimi belə bax, belə sudur. Elə ki yağış yağır, bütün evlərin altı padvallar da olur. Qaldı ki hamının həyətində ən azı 2 metrdən çox quyu qazılıb. O quyunu da biz çəkirik 15 gün, ayda bir dəfə ən uzağı çəkirik. Təzədən su çəkəndən 2 gün sonra dolur. Burada yaşayırıq. Bax yol yoxdur keçib gedib gəlməyə. Badvalımız bütöv sudur. Burada 3 gündür, 4 gündür badvaldan su daşıyıb tökürəm çölə. Ev nəmişlikdir. Baxsaq xəstələnirik. Yaşayış şərait yaxşı deyil. Kanalizasiyası yoxdur. 3 günüdür suyumuz yoxdur. Sakinlər bildirir ki, uşaqlar bu şəraitdə böyüyür. Yolları keçmək mümkün deyil. Zirzəmidəki çirkəf su evin içini nəmiş edir, xəstəlik yayır. Ən təəccüblüsü isə odur ki, aidiyyəti qurumlara edilən müraciətlərə verilən cavablar bu problemin hələ də uzun müddət həll olunmayacağını göstərir. Yay bilmirik, qış bilmirik. Bütün bu yağış suları hamısı bu. Görürsünüz burada bax su gölməçədir. Nə burada gölməçə? Evlərin padvalı 15-20 sm su yığılıb. Bütün həyətlər belədir. Kanalizasiya çəkilmir burada. Bilmirik kimə şikayət, kimə deyək dərdimizi. Neçə vaxtı gəlib deyirik, gəlirlər, baxırlar, çıxırlar, gelirlər. Gəlirlər, baxırlar, çıxırlar, gelirlər. Bir söz deyən yoxdur. Bu arxa tərəfə bax, bu hissəyə, bu əraziyə. Özüm də orada yaşayıram. Biz uşağı həyətə buraxa bilmirik. Suyun, kanalizasiya sularının əlindən. Həftədə bir dəfə o suyu çəkdiririk, quyunu çəkdiririk. Dolur bu yandan. O qonşular zat hamısı buraxıb imkan yoxdur. Heç cür imkan yoxdur ki, bu neyinəsin? Cəmaət suyu yığa bilmirlər. Bu ərazidə burada insan yaşayar. Sakinlər aidiyyəti qurumlardan problemin dərhal araşdırılmasını, ərazidə kanalizasiya sisteminin çəkilməsini və humanitar böhranın aradan qaldırılmasını tələb edirlər. İri şəhərlərin Birləşmiş Su Təchizatı Agentliyinin Sumqayıt Su Kanal İdarəsindən DNAS TV-yə bildirildi ki, ərazidə kanalizasiya şəbəkəsi mövcud deyil. Ancaq sakinlərin müraciəti əsasında həmin ünvana baxış keçiriləcək və problemin aradan qaldırılması istiqamətində tədbirlər görüləcək. Nizami Rəsulov, Fərad Ələkbərli, xüsusi olaraq DNAS TV üçün. Kanalizasiya şəbəkəsi olmadığına görə